Hörmətli təlim iştirakçıları, əvvəla hər birinizi salamlayıram. Təlimlərimiz davam edir. Yenə Etibar müəllim, Qüdrət müəllim burada öz fikirləri ilə bizi tanış edəcəklər. Arıçılıqla bağlı, meşə arıçılığının inkişafı ilə bağlı öz fikirlərini bizə izah edəcəklər. İştirak edən yoldaşlara yenidən bir məlumat verim ki, həm layihə haqqında, həm idarəmiz haqqında, ümumiyyətlə işimiz haqqında bir məlumat vermək istəyirəm. Deməli, bizim layihəmiz Azərbaycan Respublikasının QT-lərə Dövlət Agentliyi, Dövlət Dəstəyi Agentliyi tərəfindən təsdiq olunmuş bir şirkəti ilə birgə qrant müsabiqəsi təcrübəsində həyata keçirdiyimiz Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək layihəsidir. Yəni, həqiqətən də biz fikirləşirik ki, bizim regionumuzda da meşə arıçılığının inkişafına çox böyük həm imkanlar var, şərait var, həm də ki, imkanlar üçün də bir lazımdır ki, bunlara biz dəstək verək, heç olmaya bir maarifləndirmə bacardıqlarımızdan biz dəstək verək və bu məqsədlə də biz nə işlər görə bilərik, bu ilə bağlı da biz Etibar müəllimin təlimçiliyi ilə təlimlərimiz davam edir və növbəti təlimlərimiz də 3-4 avqust tarixində olacaq. Ümid edirəm ki, yenə də təlimlərimiz maraqlı olar, interaktiv olar. Sizin də çoxlu suallarınız olur, yəqin ki, sualları verərsiniz. İndi Etibar müəllim bizə ətraflı bu barədə öz məsləhətlərini verəcək. İndi mən çıxış üçün, yəni layihənin tədbirini davam eləməsi üçün sözü verirəm Etibar müəllimə. Etibar müəllim özü artıq tanıyırsınız. Bu arıçılıqla bağlı özünün proqramına uyğun bizə öz məsləhətlərini versin. Buyurun Etibar müəllim, buyurun. Söz sizindir. Salamlayıram sizin hər bir təlim iştirakçıları. Değerli ki, keçən təlimlərdə nəsə fikrimizdə qalmamış olmaz. Sizin üçün bilir, məsəl üçün maraqlı gəldi buna. Biz o arı təbiətin dostudur dedi, o arının ailəsi belə olur, balası belə çıxır, belə olur. Maraqlandım, indi ortaya özün-özündə bir məqsəd qoyun beynində. Deyirsən ki, mən burada arı saxlamaq istəyirəm. Ay mənim, arı saxlamaq istəyirəm. Yəni, arı saxlamaq istəyən adamın fikirlərinin və başlama nöqtəsinin hardan olacağından deyir. Necə başlasın? Arıçılığa başlamaq heç də o qədər çətindir. Düşüncək bir dənə arı tutanlar, arı alıram, siz deyəcək. Yəni bu amindir. Amma burada başka bir nüans var. Birinə deyiləm, dünəndən dərmanlamağa getmişəm. Arın da dərmanlayanda arı hücuma keçir. İstəmirlər. Hücuma keçir. İçəridə bir-birinə sıralı ferollarla səs göndərir, həyəcan siqnalı. Başlayır həmən həyəcan siqnalı bütün leşlərə yayılır. Başlayır arıda xaos yaranmalı. O dəqiqədə də mən arımla bir 20 metr yuxarıda bir başqa oğlan arı saxlayıb, iki tane klienti deyir ki, arı verir, ramka bal istəyirəm. O da biləcəyə oradadır, bunda yoxdur. Onlar da bilirlər. O arı saxlaya bilir, mən dərmanlıyım. Amma onlar bilmirlər ki, mən dərmanlıyım, arı belə hərəsitə çəkərlər. Arıda çəkərləşdirmişdir. Bizim temperaturla, bədən temperaturuyla arı yeşilin içindəki temperaturun uyğun gəlməsinə görə, yəni 35 yarım, 36 yarım, həmən temperatura görə arı məsəl üçün 13 dərəcə, 15 dərəcə havada, deyək mart ayında zətdə arı qaldırırsan, bu arı qaldıran kimi sən deyək, əlin, əlcəkdə zəhir, üzün açıqdırsa, oradan çıxır gəlimiz arı, birbaşa. Birbaşa oradan çıxır, elə biləsən deyəsən ki, axtarır, yox axtarır. O yeşiyi, haradasa boşluğa, dəlik yaranda, oradan çıxır gəlsən, oraya olur. 2 dənə allergiya olur. Özü allergiya deyilməcər olur. İnandırım sizi, buran haqqı. Yəni, gördüyüm, Allah var bir dənəsi, arı altı təzə, arıya baxır, bir ayet var deyir, Allah haqqı deyir, hanı geçimi deyir, mən deyir, yadıma gəlir, daha arı saxlayıram deyir, 2 ayda. Arı vurdu işte olmurdu, o gündən 2 tane arı vurdu deyir. Deyirlər, sistem köçüktürməsəydim deyib, qızdırmadan, içitmədən deyir, dayanamırdı.
Kızdırma verirlər. İlaçı yay var. Ha, getdim deyir, sistem deyir, qanun yürüdülər deyir, sistem vurdular, bundan sonra deyir, əmələ gəldim deyir. Yəni belə situasiyalar var. Ha, Ağrı ona görə də əhali yaşayış məntəqəsindən 3 kilometr aralıda olmalıdır. Bu birincisi, ona görə ki, Allah uzaq eləsin, yəni əhatə dairəsində olmuş hadisiyə nədən ağrı vurmasından olmuş bir hər hansı xətaya görə məzuniyyət daşıyırsan birbaşa. Yəni ona məsuliyyətim var. Ağrı zəhəri ilanın en güclü ilan zəhərindən ondan güclüdür. O saatın nə qədər müddət burada dayana bilir ki, sən hərəkət edə biləsən. Deməli, onun müddəti belə deyirlər. Və bu belə izah olunur. Ağrı içərdən çıxır, ana çıxır, dalı gedə qoşun çıxır. Bunlar gedir, deyək ki, yaxında olan hər hansı bir ağacın tutağında, çoğuşunda ya hansısa bir sallanan tutağında, xoşa gələn yerində orada getdilər, oradan qondular, hansı yığıldı ana belinə. Ana arı qonur. Ana arı qonur, onlara qonur belinə. Yığıldılar bir neçə saldan. İndi orada kəşfiyyatçı arılar var. Çıxırlar özləri üçün əbədi yer axtarmağa. Onlar nə vaxt siqnal gətirdisə, bu ağrı gedir. Onlar siqnal gətirənə kimi bu ağrı orada durur. Necə olmalıdır? Adəti üzrə ağrını çox adam görürsən ki, deyir ki, üzüylə günəşə qoyulan ki, günəş şüası vursun, ağrı tez ayrılsın. Eləsi var gün üzünə qoymur ki, gün vurur, pətəklərini əridir, salır. Belə cürbəcür formalarda. Amma gəlin, yəni, dədə-baba qaydalarımıza qayda. Evlərin tikilişi üzü qibliyyədir. Yəni, günəş şüası qiblə bir sözdə məhkələ təyin olunması necədir? Yəni, günəş şüasının kəsintisi perpendikulyar geçsin. Birbaşa döşəməsin gününə. Deməli, ağrıya deyək ki, günəş oradan çıxır. Ağrının ağzını qoymalıyıq belə. Günəş oradan çıxsın, bir müddətdən gəlir, fırlanır, bunun deməli, ağzından vurur, ötür, keçir. Yəni, günəş şüası sırf onun ağzından vurur, qavağından vurur, əritmir. Onun içində çıxanı əritmir. Üstündən də vuranda qorxusu yoxdur, niyə? Üstündən qapaq var, qapağın altında döşəkçə var, döşəkçənin də altında təlis var. Orada gün vurur, onu əritmər gücünə malik deyil. Gün vurub əridə bilmir. Bizdə ağrıda yəni, burasına deyim, ağrının mütlaq içinə döşəkçə qoyulmalıdır. O ağrının içində olan ananı və ağrının o deyək ki, kalınlığını da dəstəni bir yerdə topalaşaraq həmən istimi özlərində yaradır o 35 yarını. Orada yaz başına qədər qalırlar. Yaz başı, yanvar ayının deyək ki, ikisi birinci həftəsindən ağrı anası başlayır yavaş-yavaş toxum qoymalar. Amma əgər o küləyin, o soğuğun, o çoğunu, yerinin bəlli olmayan yerdə seçilsənsə, ağrı toxum qoyanmır. Çünki hər dəqiqə küləyin onu narahat edir, hər dəqiqə küləyin onu üşüdür. Və yaxud da keçib görürsən ki, ağrı yoxdur içində. Həmən o yeri ağrı, sən özü müşahit edir. Oktiyadır, noyabr ayında. Görür ki, yox, mən may ayına, bu yanvar ayına mən ağrını, kanunumu burada bəsliyə bilməyəcəm. Oktiyabr ayının ağrı yeşil tərk edin çıxır ki, özlərini ki, hansısa bir yuvada, hansısa bir ağacın çoğuşunda külə tutmayan yerdir ki, özlərini orada yer edir. Ağrılar, bizdə heylə ağrılar yoxdur. Heylə ağrılar xaricdə var. Bir də görsən ki, o ağrıları, haddası deyək, 500 ağrı, 600 ağrı, eybəcər ağrı çox. Yəni, orada yemləməyə bağlılar. Yəni, bizim ağrı, bizim balın keyfiyyətli olmasının səbəbi köy yetişən şəhərlərimizdən gələn nektarın keyfiyyəti iləndir, halı iləndir. Amma yerlər var ki, orada demək olar ki, nektar gəlmir.
ancaq işləri vedriylə ağrı bəsləməkdir. Şirə, peso, vedriylə. Gətircə, piyana qoyurlar və yaxud da ki, ağrının bəzilərində 4 dənə korpusda ağrı deyil, ağrının üstündəki korpusunda xüsusi qab var. Həmən qaba gətircə 1 metr 10 litr şirə töküb, təsəvvür edin, şirəni 10 litr yox, 200 qram şirəni gündüz vaxtı gətircə şirə qabına töksən, 2-3-cüdə pis həmən ağrı xanıya girənməzsin. O ağrı açıqda, o şirən açıqda tökülməsi edir ama. Ağrı xanıya girənməzsin, mümkün deyil. Ağrının hamısı o iyə reaksiya deyirlər. O içəridəkilər məhv gəldi qiyvə, ona yaxınlaşırlar və həmən iyi buraxırlar qıraqdakılara. Onlar da elə bil ki, onlara da gəldəm, onlara gəlməyəcək. Hamısı yeşil içindən başqa kölə çıxmaq. Baxmağa, düyüm açdım, buradan baxdım. 2 gündən sonra gəldim, buradan açdım, baxdım. 3-cü gün gəldim, qabaqdan qaldırdım, baxdım, olmaz. Olmaz. Mağara saxlayanlar bunu bilir və mən özüm daxil olmaq şərtidir. Mal sağlığı sol tərəfində arxa küçən qabağında oturub bu formada. Malın başı belə. Sen onunla arkadan oturup sağlanmazsan, sağ ol. Ne o birisi tarafından oturur? O birisi tarafından oturup sağlanırsa, ilk sağıma oturan günü, ilk sağıma ona öğredenler, başlayanlar. Ama sen onu mesela bu ili, yaş oturdun bunu, böyle saldın, şimdi celerde oldu, diyeceğim o bir taraftan oturalım ya, aşına yola gitmedi o. Öldürürsen yola gitmez, koymaz o, ağır olur. Eyni metotdur. Yani abi insan eyni metotdur. Bir yolla, bir formada kalabilirse onu değiştirip başka formada elemek mümkün değil. Ağrımamışım. Sağdan açsansa, soldan açıp baksansa, soldan açmak. Ümumiyetle ağrıda mısın? Daha bir bunu açtım, böyle baktım, o birisi ağrım, bu bir taraftan açın bakım yok. Yani daha bir tane motivu bilçi, yolu bilçi ağrıların hamısını sağdan açıp baksın. Geldin arkadan, arkasına, ağrıya da yeşilin arkasında durdun, pətəyin dalında. Kapağını götürdün, kəməri götürdün, döşəyi götürdün, tərsiyi başladın, beləcə qaldırdın. Çok agresifdirsə, əlində tüstü ilə. Qaldırdıqca tüstüdən az yazı verir, çok yok. Çok yok. Çok verəndə də agresifləşir. Eğer bu formadadırsa, başlaysa bu axtarmağa. Orada 3 etap gedir. Ananı ne kadar vaxt itirdiği, anan itəndən sonra onların ağırlar, eğer TikTok'ya getdiği ne kadar vaxtı, onu da bilmək üçün şərtlər var. Şərtlər müəyyənləşdirirsən. Ağrı ananı itirə bilmir. Ağrı ananı öldürür. Niye öldürür? Ana ağrıların cevabını verə bilmir. Ağrılar anadan istədiklərini ana ağrı onlara verə bilmir. Belə də deyək, valideynlər evlatları, qayğıları həyata keçirə bilmir. Həyata keçirə bilməyən bir vəziyyətdə laqeyd valideyn öz işi ilə məşğuldur. Evlat da bunun üzünə 5 də ağ olur. Lazım olan toxumu tökə bilmirsənsə, niyə bizə analıq edirsən? O ananın o qüdrəti, o gücü yoxdur, yeşili tərk edəsin. Amma o kalonun gücü var ki, o ananı öldürsün. O ananı öldürürlər, ananın koyduğu yeni xırda toxumdan analıq yetiştirirlər. Təzə anıya hazırlayırlar özü. Sən onun ağzını açanda, o təzə yuva qurutub, yuvaya görə beləcə qorxur, o nətər ki, itin sahibi olsan da it balalayanda, əl o balayatanda, elə bir ki balayana sahibiyken, sən biraz moralını verirlər. Həmən epizoddur, o da. Elə bilir ki, sən o yuvasındakı təzə qurduğu, həmən yuvanı dağılmazsan. O sana ona göre hücum ediyor, o sana ona göre müqavimət göstərir. Sən onu yavaş-yavaş açsan, küstü vurursan. Sonra başlayırsın, malca baxmağa. Gördüm ki, ana məməsi qoğurdu, deməli, ağrın ana dəyişir. Ananın toxumu hər dəlikdə bir dənədir. Bir dənə qoğur, bir yumurta qoğur. Yəni, o dəliyin ortasında xırda keş deyirlər də, elə bir ki,
Ben size bir şey benzedim, yani sinəsini bir çivanzad olur, bassan oradan çıxır. Hemen formada xırda iğnəmici boyda olur. Hemen o dəlikdə altı güşəli rombikdə tik formada durur. Birinci, üç günü, üçüncü gün belə durur. Ucu dördüncü, beşinci gün hemen o dəliyin içində, rombikin içində bu formada durur. Qurt, ucu, qurtdur. Açıp daha işleye bakmayacağım. Başlayınca sen o deliklere delik bakmağa, delik gözüne bakmağa. Görürsen ki o deliklerde 3 yumurta var, 4 yani 3 tihturan var, 2 tihturan. Bu işçi ağrıların özlerini ana kimi aparması demektir. Biz burada yekunlaşsın, sabahlar devamlı yiyoruz. Yine de dediğim kimi Allah kısmetləsə inşallah növbəti günlərin birində sonuncu günü mən fikirləşirəm. Sonuncu günü inşallah həm təcrübə seçişəm. Təcrübədə bu təlimin sonunu eləyəm. Həm də o təcrübə günü də biz sertifikatlarımızı parlayaq. İştirakçılarımıza sertifikatlar parlayaq. Belə bir qəşəng tədbirimizin Allah qorusa bir də sabah olacaq saat 10-dan 1-ə qədər.